Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Selamun aleykum. Hər vaxtınız xeyir olsun inşallah. Bizim bu gözəl ayda, Ramazan ayında ailə mühitində uşaqların tərbiyəsi mövzusunda sizlərlə bəhslərimiz var idi. Bir neçə bəhs çəkildi və yerləşdirildi. Allahın izniyle istəyirik ki, növbəti bəhsi çəkək və bəhsimizi başlayaq. Əvvəlcə hər bəhsdə olduğu kimi qabaqki bəhs elədiyimiz şeylərə işarə edirik. Ondan sonra təzə bəhsimizi başlayırıq. Yenə də əvvəlki bəhslərimizə işarə edirik ki, biz dedik ki, insan tərbiyə olunması müxtəlif mühitlərə görə baş verir. Yəni, insan müxtəlif mühitlərdə tərbiyələnir. Biz bunun üzərində bəhs elədik. Ondan sonra deyildi ki, İslam dini bizə göstəriş verir ki, valideynin uşağa olan məhəbbəti, qeyrət yaradır ki, bu da buna iqtiza edir ki, valideyn gərək öz nəzarəti altında olan uşaqların, öz himayəsi altında uşaqların neyləsin, ilahi tərbiyə eləsin. Ki, bu onların gələcəyi üçün, dünyası üçün, ahirəti üçün, cismi üçün, ruhu üçün yaxşıdır. Və ondan sonra dedi ki, əxlaq alimlərinin nəzərindən tərbiyənin tərifi nələrdir? Bu arada danışdıq ki, tərbiyə bir şəxsə danışıq və rəftar qaydalarını öyrətməkdən ibarət oldu ki, dedik, bu insan bunun ömrünün hər anında ondan istifadə eləyər. Bu olur tərbiyənin tərifi. Ondan sonra Həzrət Peyğəmbər sallallahu bir hədis gətirdi ki, soruşurdu ki, ya Rasulallah, kimlərlə oturdurmaq? Dedi ki, hər kəslə oturdurulməkdən bizə bir təsirlər gəlir. Kimlərlə oturduruluyaq? Gəldi Həzrət Peyğəmbər sallallahu soruşdu ki, ya Rasulallah, kimlərlə oturduruluyaq? Buyurdu ki, görünüşü sizə Allahı xatırıda bu şəxslərlə oturub durun. Danışığı sizin elminizi artıra, bu şəxslərlə oturub durun və əməli sizin ahirətə olan rəğbətinizi artıra, bu şəxslərlə oturun durun. Bunlar üzərində biz bəhs elədik. İndi isə qaydaq əsl bəhsimizə. Bəhsimiz bu dəfə niyyət üzərindədir. Tərbiyədə niyyət lazımdır, yoxsa yox. Çox incə bir məqama nazirdir bəhsimiz. Ona görə bunun üzərində müəllif manə verilir. Ki, axırdakı deyiləcək sözlərə birbaşa əlaqəsi var. Yəni, hətta bizim tərbiyə mövzusunda, uşaqlar tərbiyə mövzusunda nə qədər diqqətli olmalıyıq. Məsələ nə qədər ciddidir, ona birbaşa bağlı olduğuna görə müəllif bu bəhsi açır. Bir dəstələr elə fikirləşirlər ki, məsələn, əgər biz uşaqlarımızı tərbiyə eləyəndə burada biz niyyət eləməliyik, məsələn, qurbətən ilallah deməliyik, yoxsa yox. Yəni, biz əgər qurbətən ilallah deməsək, uşağı tərbiyələndirmək baş verməyəcək. Belə bir sual yaranır da. Müəllif buyurur ki, insanın bir dəstə işləri var ki, onlarda niyyət şərtdir. Məsələn, ibadi məsələlər. İbadi məsələlər belədir ki, onlarda niyyət olmasa, həmən o ibadət xaricdə yaranmır. Məsələn, mən namaz qılırım. Əgər qurbət qəsd eləməsəm ki, qurbətən ilallah, mənə həqiqətdə demirlər. Yəni, Allahın baxışından mənə ibadət eləyən deyilmir. Sıdq eləmir mənə ibadət eləyən. Gərəkdir ki, mən nə etməliyəm? Əvvəl deməliyəm ki, mən namazı qılıram, qurbətən ilallah. Və yaxud da həc, və yaxud da oruc, və yaxud da digər ibadət sayılan şeylər. Xumusdur, zəkatdır, həcdir, digər şeylər. Yəni, təkcə şəxsin əyilib düzəlməsi ona deyilmir namaz, niyyət olmalıdır. Çünki namazda niyyət onun rükunlarından biridir. Onu təşkil eləyən o hissələrdən biri də, şərtlərdən biri də nədir? Şərt əlbəttə yox. Hissələrdən biri də, cüzlərdən biri də niyyətidir. Niyyət olmasa namaz vaxtıdır. Və həmçinin oruç tutmadır. Ya ayın əvvəlində bir dənə bütün ayı niyyətliyirik, ya da hər gün üçün bir dənə niyyətliyirik oruç tutmadır. Yəni, təkcə az qalmaq, susuz qalmaq kifayətlənir. İlahi baxışdan deyilmir ki, məsələn, bu şəxs oruçdur. Amma bir dəstə bizim işlərimiz də var ki, onlarda niyyət elədin, eləmədin fərq eləmir. Məsələn, müəllim uşağa dərs keçir, ya bir şeyi əlindən tutub öyrədir. Mən qəsd elədim, ya eləmədim, bu da fərq. Bərabər, hər bir halda uşaq nəyisə öyrənir və nəyisə görür və götürür. Niyə bu bəhsləri üzərinə aparır? İndi qabaqda bunun bəhsi gedəcək. Yəni, bizim tərbiyə mövzumuz ikinci ayətdir. Sən burada
Qəsd elədin, eləmədin fərq eləmir. Hər bir halda səni görən səndən nəsə öyrənir. O cür ki, məsələn, biz başqalarına baxırıq, necə deyir, filan kəsin əlinə baxdım, filan şeyi öyrəndim. Filan kəsin rəftarına baxdım, filan şeyi öyrəndim. Necə bu deyilir? Eləcə də bizdə də belədir. Biz evin daxilində uşaqların tərbiyəsindən danışırıq. Uşaqların bizə baxmasında və yaxud da bizim uşaqlarımızı tərbiyə eləməyimizdə niyyətə ehtiyac yoxdur. Yəni, ay mən niyyət eləyəm, ay mən niyyət eləməsəm uşaq tərbiyə yox, elə bir şey yox. Necə ki, biz cəmiyyətdə görüb götürürük, uşaqlar da bizə baxıb görüb götürürlər. Ehtiyac yoxdur biz niyyət elədik, eləmir. İstədik, istəmədik. Bunlar hamısı təsirə sahibdirlər. Ona görə də bizə deyirlər ki, kimlərlə oturub duraq? Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? Dedi, o şəxslərlə oturdur denən ki, onları görəndə Allah yadına düşsün. Əgər belə olsa, sən ilahi əxlaqlansan, evdə səndən tərbiyə götürən uşaq da nə edəcək? Səndə olanları götürəcək. İndi sən niyyət elədi, eləmədi, fərq eləmir. Onun burada heç bir dəxaləti yoxdur. Çünki rəftar, əxlaq, tərbiyə görüb götürməkdən ibarətdir. O cür ki, biz bəhs edəcəyik. Bəli. Yəni, istər-istəməz kimlənsə biz qarşılaşırıqsa, mütləqdir bizim görüşümüz onlara təsirli. Və yaxud da onlar əgər görkəmli bir şəxs dilərsə, müdrik bir şəxs dilərsə, müəllim dilərsə, ustad dilərsə, onlar da, biz də onlardan nələrsə öyrənir. Yəni, fərq eləmir. Cəmiyyətdə hər bir şəxsin bir təsiri var. Məsələn, dediyim kimi, əvvəldə misalım, vurduğum kimi. İmam Səccad əleyhissalam buyurur ki, Mücalisətus salihin da'iyyətun iləs-səlah. Salih insanlarla oturdur eləmək, insanı salih əməllərə çəkib aparar. İndi burada bu şəxs, salih şəxs niyyət elədi, eləmədi, fərq eləmir. Ya müdrik insanları görmək belə. Heç fərq eləmir ki, o bizə nəsə deyə, ya deməyə. Və yaxud da niyyət eləyə, yola çıxaq ki, məni kimsə görsə, Allaha xatir məndən tərbiyə öyrən, heç bunların heç biri eləmir. Nə niyyət eləməyib, nə bir şey deməyib, onları görürük, biz tərbiyə götürürük. Onlardan nələrsə öyrənirik. Bəs nöqtə burada budur ki, tərbiyə məsələsi ibadi məsələlərdən deyil ki, qəsd eləməsin, uşaq tərbiyə almaya səndən. Hə, burada Allah, mən qurbətinə Allah deyirəm ki, uşaq burada heç bir şey öyrənmədi. Yox. Bəlkə tərbiyə məsələsi belədir ki, sən niyyət elədin də, eləmədin də fərqlənmir. Uşaq səndən nələrsə öyrənəcək. Bu nəyə işarədir? Budur ki, növbəti bəhsə işarədir ki, insanın təkamülündə nümunəvi xüsusiyyətlərin rolu bəhsində açaq. Nəyin üzərindədir? Quranda bildiyimiz kimi usva kəlməsi gəlib Quranda. 2-3 dəfə gəlir. 2 dəfə ki, qətidir. Burada kitabda da gətirir 2 dəfə usva kəlməsi. Usva yəni nümunə demək. Yəni kimlərə o nümunə deyirlər? Məsələn, Allah Teala Quranda Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Laqad kana lakum fi rasulillahi uswatun hasana." Şübhəsiz Allahın peyğəmbərində sizin üçün nümunələr var. Yəni davranış nümunələri var. Kimlər üçündür o da? Buyurur ki: "Limen kana yercullaha vel yevmel ahireh və zəkerallaha kəsiran." Kimlər üçün? O şəxslər üçün ki, Allah və axirət günü arzusundadır və Allahı çox zikr eləyərlər. Onlar üçün Allahın peyğəmbərində nümunələr var. Usva yəni nümunə. Yəni onun hər bir rəftarı, hər bir danışığı, hər bir əməli, oturması, durması, yəni hər bir şey dərsdir. Ona iqtida elə gözü yumlu. Allahın təyin elədiyi şəxslərdir. Ona iqtida elə. Onun arxasınca get gözü yumlu. O hər nə eləsə düzdür. Bunu Allah bizə Quranda buyurur. Yəni usva kəlməsindən biz bunu başa düşürük. Yəni nümunə. Və həmçinin Həzrət İbrahim barəsində Allah Teala buyurur ki: "Qad kanat lakum uswatun hasanatun fi İbrahim vellezina ma'ahu." Buyurur ki, İbrahim əleyhissalamda sizin üçün usva-i həsənə, gözəl bir nümunələr var. Həm İbrahimdə, həm də onun yanında olan şəxslərdə. Nümunə nə oldu bəs? Nümunə, yəni usva nə oldu? Gözəl nümunə. Nəyə görə bu bəhs açır? İndi bundan sonraki bəhsə. Bəs birinci biz bunu oxuduq ki, deməli, bunu oxuduq ki, biz uşağı tərbiyələndirmək mövzusunda. Niyyət elədik, eləmədik, fərq eləmir. Uşaq bizim tərbiyə edilir. Yəni, məsələ bir qədər ciddidir. Məsələ budur ki, bir şəxslər bəhanə gətirə, mən niyyət eləməm, yox, belə bir şey yox. Uşaq hər nə gördü, götürəcək. Bu birinci məsələ. İkinci budur ki, usva və nümunə olmaq. Allah Teala bizə Quranda kimin nümunə olmasını bizə göstərir. Yəni, bizə baxıb, biz niyyət elədik, eləmədik, hər gün uşaq hər bir halda bizə baxır, bizdən nələrsə öyrənir. Vəzifəmiz nədir?
Müsəlman, mömin şəxsin vəzifəsi öz nümunəsindən nümunələr götürmək, öz həyatını tətbiq eləmək. Ki, əgər bunu eləsə, Həzrət Peyğəmbərə baxmaqla da Allah Quranda buyurur ki, "Və in kuntum tuhibbunallaha fattabi'uni." Peyğəmbərə deyir ki, ya Peyğəmbər, Allah Taala buyurur. Möminlərə deyir ki, əgər istəyirsiniz Allah sizi sevsin, fattabi'uni, mənə tabe olun. Yuhibbukumullah. Allah sizi sevər. Yəni hər kəs Peyğəmbərə tabe olsa, Allah onu sevir. Niyə? Peyğəmbərdə nümunəvi rəftar qaydaları var. Əxlaqın ən üzərində, ən yuxarı həddi Peyğəmbərdədir. Ondan daha əxlaqlı bir insan yoxdur. Allah Teala Quranda elə Qələm surəsində buyurur ki, "İnneke le'ala xuluqin azim." Peyğəmbər sən böyük bir əxlaq üzərindəsən. Yəni sən əxlaqın üzərindəsən. Əxlaqdan da daha ali bir hədd fikirləşmək olar Peyğəmbər sallallahu əleyhi və səlləm. Bəs bizim tərbiyədə niyyət eləyib eləməməyimiz fərqlənir. Bu birinci nöqtə. İkinci, bizim vəzifəmiz nümunə olmaqdır. Çünki biz əgər nümunə olsuq, rəftarımızı düzəltsək, Peyğəmbərin davranışlarında, Əhl-i Beyt əleyhissalamın davranışlarında və onlardan qidalanmış alimlərin davranışlarında, rəftarlarında bunları biz görsək, özümüz də nümunə olacaq, bizə baxan uşaqlarımız da bizə oxşayacaq. Peyğəmbər sallallahu əleyhi və səlləm bir neçə gün qabaq mən bir hədis dedim ki, buyurdu ki, özünüzü düzəldin, onsuz da uşaqlarınız sizə oxşayacaqlar. Bəs bir şəxs özünü düzəltsə, nümunəvi bir şəxs olsa, uşaqlar da özünə oxşasa, nə olacaq? Allah deyən bəndə olacaqlar. Bundan sonraki bəhs nə üzərindədir? Həmən bu, bundan qabaq oxuduqlarımız sonraki bəhsin müqəddiməsi. Ailə mühitində valideynlərin nümunəvi rəftarları. Biz diqqət eləməliyik ki, insan mühitlərdə tərbiyə olunur. Qabaqcada biz bundan üzərində bəhs elədik. İnsan mühitlərdə. Yəni insanın nəsə öyrənməsi, nəsə görüb götürməsi hamısı mühitlərdə. İstəyir bir şəxs ailə mühitində olsun, istəyir kənar mühitdə. Xülasə biz mühitlərdən inirik, əxlaq öyrənirik, davranış öyrənirik, tərbiyə öyrənirik. Bəs usva məsələsi bizim həyatımızda nədir? Çox əhəmiyyətlidir. Bizim ailə mühiti. Əksər insanların uşaqları əsasən birinci dəfə olaraq ailə mühitində yəni tərbiyə alırlar. Usva, yəni nümunəvi şəxs olmaq hər bir şəxsə nə olur? Vacib. Xüsusən valideynlərə. Ata, ana uşaqları üçün birinci şəxsdirlər. Yəni onlar üçün birinci nümunədirlər. Əgər nümunədə əyrilik olsa, uşaqlar da ona oxşayacaqlar. Bəzilər gəlib deyirlər, Peyğəmbər günah edir. Nəsəllər. Peyğəmbər gəlib günah edir. Niyə deyir? Allahdan başqa heç kəs məsumdur. Bəzilər belə deyirlər. Burada bu sual qabağa gəlir ki, məsələn, bu işgal gəlir, bu şübhə yaranır ki, Peyğəmbər Allahın nümunəsi. Allah Teala bizə Quranda deyir ki, günah eləmir. Allahla danışan Peyğəmbər, ondan vəhy alan Peyğəmbər, ondan rabitə olan Peyğəmbər, əgər günah eləyirsə, bu bizim nümunəmiz əgər günah eləyirsə, mən avam ki, nə Allahı eşitməmişəm, nə Allahdan bir vəhy almamışam, mənim günah eləməmin nə eybi var? Allahın bir dənə nümunəsi yoxdur ki, günahsız olsun. Hamıdır günaha müftəladılar, mürtəkib olur. Allahın Peyğəmbəri də günaha mürtəkib olur. Məndən nə istəyirsən? Bunu deyirlər də. Bəs nümunə bir şeydir ki, gərək onda səhv olmasın. Yəni, hər şey düz olsun. İndi bəzi vaxtlar olur ki, bizim uyğu götürdüyümüz, örnək götürdüyümüz nümunələrdə, yəni valideynlərdə müşkillər olur. Davranışlar, qabaqda biz onlara işarə edəcəyik. Yəni, hər bir valideyn istər-istəməz nədirlər? Öz uşaqlarının nümunəsi. Yəni, uşaqlar baxıb nəsə götürəndə valideynlər nəzirli özürlü. Görürsən, məsələn, azadil şəxsin uşaqları da azadildir. Savaşqan, dalaşqan şəxsin uşaqları dalaşqandır. Xoş rəftar insanın uşaqları da xoş rəftardır. Oğru şəxsin uşaqlarına baxıb görürsən, oğrudur. Əksərən, yəni, çünki niyə valideyn bir dənə güzgüdür, uşaq da, daha doğrusu, uşaq evin güzgüsüdür. Valideyn bir dənə, belə deyək, onlar üçün nümunədir. Görür ki, belədir, belə olmalıdır. Belə olmalıdır. Ona görə də valideynlərin üzərinə düşür ki, hər bir cəhətdə, hər bir mövzuda, məsələn, fərz edək ki, özləri ki, məsələn, uşaqlar onları görür, istəyir görünüş baxımından, istəyir uşaqlar onlardan bir şey eşidən zaman, istəyir onlara, məsələn, bir şey deyən zaman, valideynlər özlərin o gözəl nümunə şəklində salmalılar ki, onlardan bir şey öyrənən uşaqlar, baxan uşaqlar da ilahi rəngə boyana bilsinlər. Bəli. Və hər bir halda dediyimiz kimi uşaq nə edir? Valideynlərinə oxşayır. Hər bir halda. Misal, əgər biz istəsək vuraq bu dediyimiz məsələyə, budur ki,
onların ən yaxşısı, məsələn, ən təsirli misallardan biridir və mövzulardan biridir. Xüsusən qadınlara aiddir, geyim məsələsidir. Düzdür, kişiyə də aiddir ki, kişi nə geyinir? Uşaq ona baxan uşaq nə öyrənəcək, nə geyinəcək? Baxır atası məsələn bir cür geyinir ki, məsələn heç qabaqçı kişilər bu cür geyinmir. Və yaxud da qadın, xüsusən qadın. Qadın bir şəkildə geyinə bilər ki, uşağın pak fitrəti inkişaf eləyər, çiçəklənər, daha da açar, gözəlləşər, inkişaf eləyər Allah deyən kimi. Amma qadın bir də bir cür geyinə bilər ki, uşağın pak fitrəti xarab olar. Ən çox qadınlara aiddir. Bundan qafildirlər insanlar ki, biz hər bir halda qocalmağa tərəf gedirik. Hər bir halda qocalırıq və nəticədə biz hamımız qocalar görürsə, hamısı bir-birinə oxşayır. Heç gözəli, qeyri-gözəli seçilmir. Hamı bir-birinə oxşayır. İnsan cavanlıqda heç görməmişik, məsələn ki, insan qocalanda cavanlıqda gördüyü işə peşman olan şəxslər görməmişik. O qədər görmüşük. Kaş belə eləməzdim. Uşaqların diqqətsiz tərbiyə ediblər. Yəni, dini göstərişlərə baxmadan, hicaba baxmadan, xülasədə bırakları. Uşaq təməli düzgün inkişaf eləməyib. Uşaq, məsələn, olub narkomaniya qurşanır, ya içkiyə qurşanır, ya digər işlərə peşmandır bu halda. Allah Quranda buyurur ki, bəzi insanların övladların çox eləyər, onlara pulun çox eləyər, övladların çox eləyər, onlara əzab vermək üçün. Bundan qabaqki bəhslərdə mən buna işarə elədim. Ki, mən təfsirə baxdım necə, gördüm ki, deyir ki, yəni, pulu çox olan insanlar adətən uşaqlarını başına bıraxar. Hər nəsə pul verər. İlahi məarifdən xəbərsiz qalan uşaqlar bu cür, bu formatda böyüyər, heç vaxt çətinliyi bilməz. Nəticədə gələcəkdə qabana çıxan çətinliklər artıq onu incilər, narahatlar. Heç bir çətinliyə, yəni, belə deyək, çətinlik görməyə razı olmaz. O çətinlik, istilik, soyuqluq, bəlkə başa düşməyi qəbul edə bilməz. Və nəticədə görəsən, ya oğurluq eləyər, ya əyri yollara əl atar. Valideyn belə bu uşağı görər, qocalan vaxtda. Elə hər görəndə qəm çəkər, qüssə çəkər ki, bu uşağa nə qədər var, heç vaxt mənə rəhmət göndərməyəcək. Nə də ona görə mənə rəhmət göndərməyəcək. Bunun özü bir əzabdır. Bir dəstə valideynlər bu cür də çox təəssüf olsun, heç bir diqqəti yoxdur İslam göstərişlərinə, amma qocalanda baxır ki, elə mən də elə qabaqçılar kimi qocaldım. Bugün də aradan gedəcəm, ömrüm bugün başa çatacaq. Amma özümdən sonra yaxşı bir uşaq qoymamışam, əxlaqlı bir uşaq qoymamışam ki, ona baxıb deyərlər ki, Allah ona rəhmət etsin. Allah ona rəhmət etsin. Ananın geyimi çox əhəmiyyətlidir. İnsan öz davranışı ilə, rəftarı ilə, danışığı ilə ailə mühitini ilahidə edə bilər. Uşaq baxır anası hicabda, atası məsələn normal geyimdə, danışıq gözəl, mehriban, bir-birlərini başa düşürlər, səmimi. Normal necə olmalıdır? O cür. Bu olur ilahi bir həyat, ilahi bir tərbiyə. Və həmçinin eyni halda ata-ana evi şeytani mühitə də çevirərlər. Hərçənd mümkün deyir ki, Allah, mənim qəsdim yox idi, ailəmiz şeytani mühitə çevirir. Fərqi yoxdur. Biz qabaqda nə dedik? Dedik ki, bu məsələdə qəsdə ehtiyac yoxdur. Uşaq hər nə görür, götürür. Sən qəsd eləginən ki, şeytani mühit olsun, ya eləmirlər. Ya ilahi mühit olsun, ya qəsd elədiyinlə fərq edir. Uşaq nə gördü, götürür. Ona görə də valideynlər ailə mühitin ilahi eləyə bilirlər, şeytan eləyə bilirlər. Bəs məsələmiz çox-çox diqqətlidir ki, diqqət olması məsələdir ki, uşaqlarımız, bizim haqqımız yoxdur, uşaqlarımız necə gəldi, başlı-başına bıraxaq. Bu da bir gözəl bəhs açır, xanımlara aiddir xüsusə bu bəhs və axırında bir dənə Əhl-i Beyt əleyhissalama bir dənə zikri var, Həzrəti Fatimə və salamullah aleyha və Həzrəti əleyhissalam barəsində, onunla da bəhsimizi tamamlayacaq. Və axırda da cəmbəndə eləyəcək inşallah ki, cəm eləyəcək ki, bugünkü bəhsdə nələri biz öyrəndik. Deməli, Həzrət Fatimənin salamullah aleyhanın geyiminə işarə edir. İndi analar, bacılar vardır ki, məsələn, özlərin Həzrət Fatimə salamullah aleyhanın davamçısı və şiəsi kimi göstərirlər və bunu çox dillərdə gətirirlər, ya görək internettdə yazırlar, ya harda. Amma görək Həzrət Fatimə nə cür olub? Bizim bu mövzumuz, bəhslədiyimiz mövzu xanımların geyimidir. Nə üzərindən, hansı cəhətdən uşaqların onlara baxması cəhətindən. Bir şəxsin məsələn qızı var, bir xanımın qızı var. Anası hicabdadırsa, qız ona baxacaq, hicablı olmağı öyrənəcək. Evdə valideynlər ibadət əhlidirsə, uşaq baxacaq, bilirsən, heç demədən möhrü qoyacaq, başlayacaq ona səcdə eləmək.
Amma bir uşaq var, məsələn, baxır, görür ki, anası məsələn hicabdan zatdan heç bir diqqəti yoxdur, bəzi vaxtlar barəsində pis sözlər deyir, bəhanələr gətirir, hicaba yaraşmayan sözlər deyir. O uşaq da həmən